Son günlerde Ağcabədi şəhər və başqa bölgələrdə 0222 taksi xidmətinin etdiyi haqsızlıqlara görə edilən şikayətlərin ardı kəsilmir. Şirkətin əsas rəhbəri Ağstafalı Həbib bəyin Şəkili Rəşad bəy işlərini icra etməsi ilə tanınır. Ancaq bugün bir sual gündəmə gəlir. Nə vaxt taksi sürücülərinin haqqına girməkdən əl çəkəcəksiniz? Taksi sürücüləri hər gün şəhərimizin küçələrində müştərilərə xidmət edərkən ədalətli bir əmək haqqı almanın mübarizəsini aparır. Lakin sürücülərin haqlarının pozulması onların motivasiyasını zədələyir və nəticədə xidmət keyfiyyətinə mənfi təsir göstərir. Həbib bəy, sizdən gözlənilən bu problemin həlli üçün addımlar atmaqdır. Sürücülərin iş şəraitini yaxşılaşdırmaq, onların əmək haqqını artırmaq və müştəri məmnuniyyətini yüksəltmək yalnız sizin iradənizlə mümkün olacaq. Biz redaksiya olaraq taksi xidmətində gediş haqqının aşağı salınması ilə bağlı ciddi narahatlıq keçiririk. Bu vəziyyət yalnız sürücülərin qazancını zədələməkdə qalmır, eyni zamanda arxasında gizlənən yeyinti və korrupsiya faktlarını da gündəmə gətirir. Bu səbəbdən hüquqi yanaşma ilə Vergilər Nazirliyinə və Korrupsiya İdarəsinə müraciət edirik. Bizim məqsədimiz bu məsələnin dərin araşdırılmasıdır. Bu qədər yeyinti hara gedir? Şirkətlərin qazancından itirilən hər qəpik sürücülərin həyatına, onların ailələrinə və cəmiyyətə zərbə vurur. Araşdırmalar nəticəsində bu məsələni aydınlaşdırmağı və ədalətin bərpasını tələb edirik. Sürücülərin haqları, taksi xidmətinin ədalətli olması və müştəri məmnuniyyəti məsələlərini gündəmə gətirərkən, redaksiyamız bu sahədəki məsələlərin həlli üçün qarşı tərəflərin fikirlərini dinləməyə şərait yaradır. Haqq Səsi TV1 Kanal 8-nin rəhbəri İlham Müzəffəroğlu, səsləndirmədə Aygün Qərib qızı, Ağcabədi.